Yazıya pozu yoxdur deyirlər. Yaxşı ya pis, nə yazılıbsa qalasıdır. Bəhs etdiyimiz mövzular günümüzün yazılarıdır. Gəlin birgə yozaq, həqiqətə daha yaxın olaq. Salam əziz izləyicilər, xoş gördük. Bugünkü həmsöhbətim musiqiçi, araşdırmacı Şahin Hüseynovdur. İnanıram ki, çox maraqlı bir söhbətimiz olacaq. Şahin bəy, xoş gördük. Sağ olun, xoş gününüz olsun. Mən sizi şəxsən tanımadığım halda TikTokda olan çıxışlarınızı görüb, necə deyirlər, diqqət kəsildim və açığı sizin təqdimatınız mənə çox maraqlı gəldi. Sağ olun, dəyərə görə. Bizdə musiqi ilə bağlı verilişlər çoxdur, çıxış edənlər çoxdur, amma məhz bu sayaq ayrı-ayrılıqda ifaçıları, eyni zamanda muğam təsnifləri, bəstəkarların yaradıcılığından nümunələri, yəni belə təhlilə çəkən bacardığımız video çıxışlar mən demək olar hər saat görməmişəm açığı. Və bu mənada özüm də bir müəyyən qədər kəşfiyyat apardım ki, necə ola bilər, mən bu aləmdə çox adam tanıyıram, amma təəssüf ki, sizi indiyəcən tanımamışdım. Yəni, söhbət bir neçə ay əvvəldən gedir, bizim tanışdığımızın. Ona görə də sonra elə qismət elə gətirdi ki, biz şəxsən tanış olduq. Yəni TikTokun sayəsində. Bəli, TikTokun sayəsində. Açığı sizin o təqdim elədiyiniz nömrələr deyək, videolar mənim aləmdə bir xeyli əks-səda doğurub. Yəqin siz də bundan razılaşarsınız. Bu indi üzünüzə tərif kimi çıxmasın. Şərhlər də bunu göstərir. Yəni mən dediyimdən xəbər verir. Bilmirəm, siz 2-3 ildir də təqribən başlamışsınız. 2-3 il əvvəl başlayanda qarşınıza hansı məqsədi qoymuşdunuz? Elə yaxşı olar ki, necə oldu bu yola çıxdınız? Birinci ondan başlayaq, sonra söhbəti davam elətdirərik. Bu yola çıxmaq belə ki, yol özü gətirdi də. Məsələn, 2014-cü ildən mən toylardan uzaqlaşdım. O sizi də, gözəl musiqiçilərimizi də, ziyalılarımızı narahat edən səbəblərə görə mən artıq toylardan uzaqlaşdım ki, mən bu oyunda kənar olum da, mən bu oyundan alınmır. Və təbii ki, yəni görünmək üçün, sənəti nümayiş etdirmək üçün efir lazımdır. Efirlər də ki, məsələn, deyirlər, niyə çıxmırsan efirə? Mən bir cavab vermişəm ki, məsələn, Eyfel qülləsində çıxmaq indi asandır. Nəinki efirlərə çıxmaq sözün açığı heç çəkmir də insanı. Çünki format dəyişilib. O şou proqramlar ki, başladı efirlərdə. Səhər tezdən müğənni gəlir, şən mahnı oxu, ağır mahnı oxuma. Özləri az qalırlar muğamata da rəqs edələr. Niyə? Məqsəd nədir? Nə barədə insanlar düşünsünlər? Problemlərdir. Bax, o səbəbdən nəhayət ki, yenə təşəkkür eləmək borcundayıq TikToka ki, TikTok yaxşını da göstərir, pisi də göstərir. Birdən bəzilər var, deyirlər ki, ağsaqqal da məsələn deyir, TikTok bağlanmalıdır. Efirlərimiz korlanıb. TikTok efirlərimizi bizə göstərir da, bu pisdir ki. Efirdən qaçan insanlar, baxmaq istəməyən insanlar TikTokda rastlaşırlar ki, bu niyə belədir? O da danışıla bu işlər düzəlir. Danışılmasa heç bir iş düzəlməz. Onun üçün də bu TikTok platforması ən gözəl platformadır. Orada pisimizi də görürük, yaxşımızı da görürük. İndi TikTok olmasaydı, siz məni heç vaxt tanıya bilməzdi. Çünki efir məni görsədə bilməz. Yeri gəlmişkən siz bu TikTokda görünənə qədər gənc vaxtınızdan Borçalıdan, sizin doğulub boya başa çatdığınız yerdən Üzübəri, Qazax, Gəncə, Bakı toylarında bir 30 ildən artıq yol keçmişsiniz. Bəli. Yəni sizin kifayət qədər bir müğənni kimi təcrübəniz var. Bəli. Necə deyirlər, təcrübədə bişmiş bir adamsınız. Bəli. Amma elə söhbətə də ondan başladınız ki, mən sanki oxumaqdan da bir dəfəlik əl götürdüm. Yəni görünür bu meyllər, bugünkü bu tələbat artıq sizi elə bil bu işdən soyutdu da. Bəli. Yəni məcbur edirlər ki, o vaxtın mahnıları var idi, yar yaxasını düymələsin, nə bilim, balaca dünyam var, yar başına dönümsən, hamısı bu tipli mahnılarda. O Firuzə deyirdiniz bir dəfə. Məsələn, Firuzə mahnısı. Elə bu 30 il dəvdən düşmədən hər yanda oxuyun. Düşmədi, maraqlısı odur ki, bu Firuzəm, niyə mən Firuzəni nümunə gətirirəm? Həmin o illərdə bayaqlıqla mübarizə getdi.
Efirlərdə açıq-aşkar tənqid edirdilər. Bayağı müğənniləri ki, bayağı mahnılar oxuyursan, oxumağın düzgün deyil və insanlar efirə baxırdılar, çalışırdılar ki, onların toyunda bayağı müğənnilər oxunmaz, mahnılar oxunmasın. Bir toy olub, məsələn, ev yiyəsi deyib ki, xanım, xahiş edirəm, bizim toyda bayağı mahnılar oxumayın. Dedik, baş üstə. Bəstəkar mahnıları, ritmik bəstəkar mahnıları oxuyur, Gəlirəm Xəzəri yara-yara və yaxud da Maral Qaçarda usta. Qızlar ortada dururlar belə, qəribə baxırlar ki, sümüklərinə düşmür də, belə loru dillə desək. Xanım yaxınlaşır ki... Yəni, gənclərin sümüyünə düşmür. Bəli, qadınların, xanımların sümüyünə düşmür. Yaxınlaşır ki, xanım, yaxşı mahnı oxuyun da, yaxşı mahnı oxuyun, mən oxuyuram, məsələn, quşlar, evimizdən bir çıxardıq hər səhər, yenə dururlar, narazçılıq edirlər. Xanım hər dəfə yaxınlaşır ki, bir yaxşı mahnı oxuda nə olar ki? Axır dedim ki, adını siz deyin. Mən daha bildiyim yaxşı mahnılar tamamlandı. Adını siz deyin. Fikirləşdi, yoldaşını çağırdı. Yoldaşı gəldi, dedim, mən bütün bildiyim o bəstəkar mahnılarını oxudum, siz də deyibsiniz ki, bayağı mahnılar olmasın. Mən indi artıq bundan sonra ancaq bayağı mahnılardan oxuya bilərəm. Artıq bəstəkar mahnıları tamamlanıb, heç biri də xoşa gəlmədi. Adını siz deyin. Özünüz deyin, adını mən oxuyum. Fikirləşdi, bir dənə Firuzə oxu da. Firuzə yarım, bəs niyəsən? O Firuzənin əlindən mən qaçmışam toylardan. Bir başqa məclis də oldu belə. Nişandı, xanım dedi ki, bizim toyumuzda, nişanımızda ancaq bəstəkar mahnılar olsun. Nəsə, yenə bütün bəstəkar mahnılar tamamlandı, xanım hər dəfə gəlir ki, bir yaxşı mahnı, axır dedi, Faiq Ağayevin. Dedim, Faiq Ağayevin bəstəkar mahnıları, məsələn, Faiq Ağayev Dəşti Təsnif oxuyub və yaxud da ki, Yalqızam, mən onları oxumuşam. Yoxdur onun elə bir oynaq bəstəkar mahnısı. Nişanlısını çağırdı. Nişanlısı da o müasir başlarını belə keçər qırxdıran imkanlı, qalimba gəldi insanlardan. Gəldi, dedim, mən bilmirəm da artıq, mən bildiyim mahnıları oxudum, bəstəkar mahnıları. Xanım deyir ki, yaxşı bir mahnı oxu. Adını siz deyin. Oğlan fikirləşdi, dedi, bir dənə yakalarsan maç-maç. Onun da diskdə ifa olundu, oynadılar və bizim bir gitara ifaçısı vardı, Sadıq, salamlayıram əgər görsə bu videonu, çox gözəl insandır. Sadıq dedi, mən bilirəm də bunları nə istəyirlər. Yanıq Kərəm. Yanıq Kərəmdən yenə həmin o bayağı dedikləri mahnılar, oxuma bayağı mahnılar, dedikləri mahnıları düz məclisin axırına kimi oynadılar. Gözəl, həvəslə. Çünki bayağı mahnılar oxuma deyirlər, pisdir deyirlər, amma bilmirlər ki, bayağı mahnılar onlara deyilir də. Bax, məsələ budur. Axırda nəhayət mən gördüm ki, mümkün deyildi. Yəni, bir şadlıq evində elə olsa, bir insan o bayağı mahnını istəsə, onu yola vermək olur. Amma bir də var, 90% odur. Yaxşı, bugün toylarda oxunan mahnılar, dəbdə olan mahnılar sizin yanaşmanızla peşəkar sayılacaq, zövq oxşayacaq mahnı hesab oluna bilər, sayıla bilər, yoxsa... Qətiyyən. Çünki şəxsən mən onları nə mahnı sayıram açığı, nə də ifaçılar qəbul edirəm. Qətiyyən. Lap belə bugün indi trend olan mahnıları və onların ifaçıların adlarını çəksək, Manaf Ağayevi, yine qadınlardan Vəfa Şərifova, Damla, Nəfəs, bəzilərinin adı mən inanın ki, düzəməli yadımda da deyil. Amma reallıq budur ki, cəmaat onları qəbul eləyir. Xalq sözü biraz böyük çıxır. Amma görünür burada da bizim musiqi zövqümüzün aşağı olmanı və musiqi marifinin yetərincə olmamağındandır bunun səbəbi ki, başqa nə şəkildə bunun izahı mümkündür? Deməli, bu birdən-birə başlamayıb da, toylardan, biz palatka toyları səhər 12-dən başlayırdı, gecə saat 2-yə kimi, 3-ə, 4-ə kimi. 80-ci illərə qədər kişilər ayrı otururdular məclisdə. Bəli. Qadınlar olmurdu məclisdə və kişilər oynamırdılar. Lirik mahnılar, dövrün lirikalarını, aşıq mahnıları, məsələn, qəzəllər istəyirdilər. Ad bilməyəndə də, özü bilmir, yanındakından dəfələrlə soruşub ki, çətin mahnı nədir? O da deyib, heyratı. Məsələn, mən müğənniyəm də, xanəndə deyiləm. Mən məcbur olub o heyratını oxumuşam.
Oxumayım dodan, oxuyum si bemoldan. Bəli. Oxumayım tenor səslə, tembrli. Oxuyum falsetlə. O daha da qəbul olunur. Və istənilən bütün qəzəlləri oxuyurduq. Qəzəllər olurdu. Məsələn, Nərtaxta var idi o vaxtlar. Yarım saat oxunurdu. O vaxt ki, qadınlar kişilərlə bir yerdə əyləşdilər, artıq oyun başladı. O vaxtı məclis oxuyanları deyirdilər. Yəni, muğam, lirik oxuyan bu məclis oxuyandı. Və məclis yığışdırılandan sonra, süfrə yığışdırılandan sonra oyun başlayırdı. Cavanlar yığışırdılar, mağar qurulurdu, mağar deyirdilər. Və orada bir alət ifaçısı, o üçbadan bir qoz deyilən, 6-8 ritmdir. Ona üçbadan bir qoz deyirlər, nə bilim, raqqa-çuqqa deyirlər və yenə də sevə-sevə oxuyurlar da, oynayırlar da. Tənqid edənlər də özləri həmən o ritmləri, o mahnılar ancaq oxuyurlar, oynayırlar. Və o mahnıları bir alət ifaçısı oxuyurdu. Ya sintezator ifaçısı, ya qoşa nağara, ya nağara, bunlar oxuyurdular. Yəni, o vaxt müğənnilər, məclis müğənnisi utanırdı o mahnıları oxumağa. Bir-iki mahnı olurdu da, Bəyaz Gecələr, Səkinə Day Qızıl Aylar, belə mahnılar olurdu. Və elə bir dövr gəldi, çatdı ki, 1-2 ilin içində. Məclis artıq o mahnılarla başladı, o mahnılar tamamlandı o mahnılarla. Yəni, artıq qadınlar ancaq rəqs fikirləşirlər də, rəqs etmək. Və bunun kökü oradan başladı. Şadlıq evlərində isə bu 4 saata salındı. 4 saat vaxt, cəmi o 4 saata da Həm yeyirlər, həm dinləyirlər, həm oynayırlar. Video çəkilir, sonra baxırlar video, filan kəs oynamadı mənim toyumda. O istəsə də istəməsə də məcbur olur rəqs etmək ki, sonra video baxanda deməsinlər. Bu bir tərəfdən gətirir, çıxardır o mahnılara. Şadlıq evlərində bəzi administratorlara sərf etmir lirika, muğam. O yemək məsələsinə görə. Bəli. Deməli, o vaxtları yeni keçid olanda şadlıq evlərinə, bir şadlıq evində bizim bir dost musiqiçi var idi, Rasim adlı, eşidirsə onu da salamlayıram. Rasim məni göndərdi öz yerinə, dedi, mənim oğlum orada təkdir, mən başqa bir toya gedirəm. O cavandır, lirika, muğam oxuya bilmir. Ancaq oynaq mahnılar oxuyur və musiqiçi məclisidir. Mən getdim sevinə-sevinə o toya. 1 saatdır məclis gedir, qəzəllər oxunur, Əliyağı Vahidin qəzəllərindən, lirikalar, insanlar qulaq asırlar. Xanımlar hətta qulaq asırlar, feyziyab olurlar, muğama əl salırlar. Lirikanın bir lirika oxuduq, Şirin yuxun olaydım mahnısı var idi. O lirikanın yarısında administrator 2-ci mərtəbədən hövlan ki, düşdülər aşağı, yanında qız oxuyan, oğlan oxuyan. Qıza dedi, tez diski çıxart verir. Diski taxtılar, disko ritmində, dubçis deyilir o ritmə. Artıq sevməyəcəyim, oğlanım Nurcanım oxudu və məclis, dinləyən insanlar heç nə soruşmadan, heç nə demədən başladılar oynamağa, düz məclisin sonuna qədər. Oğlan özü oxudu. Mən sadəcə olaraq fikirləşirdim ki, görəsən nə səbəb oldu ki, yarımçıq kəsdilər də. Toy tamamlandı, administratora yaxınlaşdım ki, mən onsuz toylardan uzaqlaşmaq istəyirəm. Xahiş edirəm, düzgün deyil, niyə yarımçıq kəsdiniz də? Heç olmasa tamamlanardı. Nəyi pis etdim? Axı, əl çalırdılar, dinləyirlər. Dedi, sən bizi bankrot edirdin sadəcə olaraq. 1 saatdır məclis başlayıb. Madanca yeyir. Yemirlər də, iş orasıdır. Hə, yemir. Yesələr nə var ki? Soyuq qəlyan altıdır. Salatlar, toyuq soyutması və bir də içki. Qulaq asırlar, oynamırlar. Ona görə gözləyirlər ki, isti yeməklər gəlsin, kabab gəlsin. Afisant tez-tez gəlir ki, kabab istəyirlər. Biz çatdıra bilmərik axı o gedişatını. Görürsən, məclisi necə yola verirlər. Ham başladı oynamağa. Biz də yavaş-yavaş. Bəli. Və məclisin əvvəlindən o 2 saat gür musiqi də ona görədir ki, yəni toyda artıq elə bir ab-hava yaranıb ki, ancaq iti mahnılar, o şən mahnılar olmalıdır. Amma və məsələn, toy sahibləri yaxınlaşırdılar ki, bizim toyda muğam lirika olmasın. Ancaq oyun mahnıları. Ancaq məclisin açılışında güclü səslə bəstəkar mahnıları. Nəyə görə? Çünki oturubsan stresdə, söhbət edə bilmirsən ki, vaxt keçsin. Məcbursan həmən o spirtli içki ilə, o soyuq qəlyan altı ilə stresdən çıxmağa. Artıq isti yeməklər gələndə sən
rəqs meydanındasan və artıq doyubsan da, yemək artıq lazımdır, ehtiyac yoxdur yeməyə. Ki, kabablara, isti yeməklərə ekonomi olsun. Bunların hamısı bir yerdə elə bir ab-hava yaradır ki, efirlər də kömək eləyir ki, şən mahnılar. Ancaq şənlənməlidir, ancaq oynaq o üç badam bir qoz ritmdə olan mahnılar oxunmalıdır. İndi burada günahkar kimdir? O, Vəfa Şərifovadımı günahkar ki, onun oxuduğu mahnılar bugün dəbdədir toyda, yoxsa o mahnıları oxumağa məcbur edən insanlarmı? Administratorundan tutmuş, oynamaq həvəskarlarından tutmuş, mahnı adı bilməyən insanlardan tutmuş, ədəbiyyat oxumayan insanlardan tutmuş. Ədəbiyyat oxuyan insan gələr deyək, mən bir dənə Əliağa Vahidin Könlümü Zülfün xəyalı ilə pərişan etmişəm qəzəlini oxu qulaq asın. Bəs ədəbiyyat oxumayan insan. Hətta ona qədər ki, bunu filan muğamla oxu. Filan muğamdan oxu. Sözü də səhv deyəndə niyə o söz səhv? Onu da bilmək üçün gərək insan 1-ci sinifdən 10-cu sinifə kimi o ədəbiyyatı oxumuş ola. 3 cildlik kitabı var, qəzəlləri var Əliağa Vahidin. Hər kitabda 3000-dən çox qəzəl var. O nəyə görə yazılıb? Əlifba dəyişimində də yox oldu, çıxdı, getdi onlar. Siz özünüz bugün daha çox kimi dinləyirsiniz? Bugün mən valla demək olar ki, heç kimi də verirəm. Yəni artıq bütün mahnıları əzbər bilirəm. Yeni mahnılar da yaranmır demək olar ki. Yəni bəstəkar mahnıları, yeni qəzəllər oxunmur, kimi dinləyir? Yox, bilsəz də, yəni həm müasirimiz olan adamlardan, həm də dünyasını dəyişmiş bizim xanəndələr, müğənnilərdən. Kim sizi daha çox qane eləyir, zövqünüz oxşuyur, belə deyək? Uşaq vaxtından Qədir Rüstəmova qulaq asırdım, Niyaməddin Musayeva qulaq asırdım, Zaur Rızayeva qulaq asırdım, Süleyman Abdullayeva qulaq asırdım, Hacı Baba Hüseynova qulaq asırdım. Və onların oxuduqlarını mən bugün əzbər bilirəm. Çünki artıq mən onu bilirəm ki, xırdalığına kimi, onları mən öyrənmişəm, onları xırdalığına kimi bilirəm. Gözləyirik ki, cavanlar muğam oxusunlar, qəzəl oxusunlar, cavanlar da oxumurlar. Yeni qəzəl oxumur. Eşitdiyim qəzələ, əzbər bildiyim qəzələ qulaq asmaq maraqsızdır. Yeri gəlmişkən, siz Hacı Baba Hüseynovla bağlı bir video çıxış qoymuşdunuz. Orada da maraqlı məqamlara toxunmuşdunuz. Yəni, ümumən qənaət belədir ki, rəhmətliyin səs diapazonu balaca idi. Yəqin siz də bunu daha çox eşitmişsiniz, amma siz orada onun əksini ispat eləmişsiniz ki, hətta bir konkret toydan olan çıxışla. Düzdür, efirdə onun demək olar elə çıxışı yox idi. Mən elə indi sizlə danışa-danışa da xatırlamaq istəyirdim. Yadıma düşmürdü açığı. Amma toyda mən də ona diqqətlə baxdım, həqiqətən ən zil notu götürürdü. Deməli, yəni istəsə rəhmətli oradan da oxuya bilərdi. Səsi yəni imkan verirdi. Oxuyurdu da və elə də olmalıdır. Çünki rəhmətli Hacı Baba Hüseynov muğam nəzəriyyəsinə əsasən oxuyurdu. Ramiz Söhrabovun muğam kitabı var. Bugün o kitab musiqi məktəblərində tədris olunmalıdır. Çünki orada... O kitab bir növ sizin stolüstü kitabınızdır. Mən dəfələrlə fikir vermişəm, siz ona çox istinad edirsiniz, çox söykənirsiniz. Muğam sevən insan onu oxumalıdır o kitabı. Çünki orada yaranma tarixindən adların mənaları və muğamın mahiyyəti, muğamın fəlsəfəsi qəzəl çatdırmaqdır. Muğamdan indi söz düşmüşkən, Şahin bəy, fikir verirsiniz, bizim xanəndələrin əksəriyyəti muğamları öz məqamında oxumur. Bəli. Yəni siz özünüz də ifaçı kimi bilirsiniz ki, hər muğamın öz oxunma məqamı var da, ladı deyirik, əvvəlki işləndən ifadə ilə. Məsələn, seygah bir kökdə oxunur, çarigah bir başqa məqamda oxunur, rast bir başqa məqamda oxunur. Bugün bizim əksər xanəndələrimiz deyərdim ki, onu hətta adlı sandılar da onu əməl eləmir. Çünki çalışırlar ki, zildən oxusunlar. Bir vaxt belə öz yerindən də zildən oxuyub, bu söhbətlər var idi. Bax, rəhmətli Hacı Baba Hüseynov, ona görə mən deyirəm ki, Hacı Baba Hüseynov məsələn muğamları öz yerindən oxuyurdu və öz yerindən oxumaqdan əlavə o bilirdi ki, məsələn Ramiz Söhrabovun muğam kitabında yazılır ki, muğamlar yeni yarananda, məsələn rastdır, şurdur, bayaşıraz, bunlar 30 hissə olublar. Hər hissədə bir qəzəl oxunub. Məsələn Təbrizdə, çünki muğamın bizdə əruz vəzninin yaranmağı Sasani
imperatorluğu ilə. İndi kim deyir imperatorluq deyil, nə bilim mən dövlət olub. Amma bir reallıq var ki, o Sasani olub da, Sasanilər olub. O Sasanilər ilk dəfə əruz bizə gətirən insanlar o Sasanilər dövründə gəliblər. Yəni Sasanilər işğalı bu tarixi bir faktdır. Bunu bugün danmaq, bu olan bir işdir. Əhməd Balazuri Təbəri bunu öz kitablarında yazıblar. Və həmin vaxtlarda artıq 7-ci, 8-ci əsrlərdə əruz vəzni yaranır. Çünki əruz vəzni bunu indi yəqin 50% insanlarımız bilir ki, ərəblərə məxsusdur. Çünki o məfailatun, o sözlər heç bizim dildə deyil. Və əruz vəznində bizdə 15-ci əsrdə yazıblar. Füzuli neçənci əsrdə olub? Füzuli 15'in axırında doğmuşdu. 16'da yaşadı da. Ay sağ ol. Yəni ən tez yazılan bizdə o vaxt. Amma bu 7-ci, 8-ci əsrdən. Yəni əruz vəznində yazılan bir kitab var. Yəqin ki, siz bilərsiniz o kitab hansı kitabdır. Qurani Kərim. Hə. Əruz vəznində yazılır. Adi sözlər, məsələn, bizi düzgün yola yönəltir. Yoldan azmışların, əzaba düçar olmuşların yox. Burada qafiyə yoxdur. Buna heç kim qafiyə, onu şeir kimi o sözü təqdim edə bilməz. Amma burada o şeir kimi əruzda deyil. İhdina sirətəl müstəqim sirət əleyhinə əl-əmtə əleyhim. Muayril məğlubi əleyhim əl-zalim. Muayril məğlubi əleyhim əl-zalim. Hamı qafiyədir. Doğrudan da əruza uyğundur. Bəli, ona görə o əruzun 30-dan çox bəhirləri var. Bizdə uzaqbaşı 2 bəhirdən istifadə olur. Rəməl, Həcəz bəhir. Onu da heç düz əməlli bilmir. Çünki bu böyük bir elmdir. Ona görə də o qulaq asan insanlar 30 qəzələ qulaq asan insanlar olub. Birinci fars sözləri var qəzəllərdə. Məsələn, Füzulinin qəzəli var ki, başdan ayağa fars sözləridir. Dün saya saldı başıma bir sərbi-sərbülənd. Onun bir dənə sözünü biz başa düşə bilmərik nə deməkdir. Amma o dövrdə başa düşüblər deyə, məsələn, Təbrizdə, Ərdəbildə dinləyiblər. 30 qəzəl nə deməkdir bir şur dəstgahında? Və o qəzəllər 30 qəzəl zildən oxula bilməzdi. Ona görə sol, şur, rast, bayaşraz bunların sol mayəlidir. Hamısı mayəsi soldur. Çünki bəmdən oxunur, insanlar yatmasınlar deyə o keçid hissələr olur. Şuşaq Hüseyni kimsələr sirkələnsin, insan ayılsın. Sonra əraq hissəsi. Bir parça əraq, zildə əraq oxuyur, solda. Hacı Baba Hüseynov Mahur Hindini si bemol oxuyub. O soldan sol, ля, si bemol, 3 ton zil. Yəni, rast dəstgahının əraq hissəsi yetərincə zil bir tonallıqdır. Onu hər bir müğənni bugün də oxuya bilməz. Doğrudur. Falsetlə oxumaq, onu dodan oxuyub falsetlə oxumaq o asandır. Amma onu sol tonallığında, tembrli, tenor səslə, o tenor səsin tərifi gümüşü cingiltili səs verilir. Məsələn, Pavarotti'nin səsi, Rəşid Beyptovun, Lütfü Ərimanovun tembrləri. Muğamda da bu tembrli oxur. Səs odur. Artıq ondan yuxarı olan o qadın səsinə bənzər səslər, bunlar falsetdir. Falset olsa yanlış səs deməkdir. Hacı Baba Hüseynov, əgər si bemolda tembrli, mən o paylaşdığımda tembrli səslə əraqı si bemol tonallığında öz yerindən ton yarımda zil oxuyurdusa, çox rahat, qışqırmadan, üz dizgiləri tərpənmədən, bu deməli onu dodan da oxuya bilərdi. Və onu başdan ayağa o səslə də oxuya bilərdi. Amma o vaxt bilirdi ki, muğam kitabı yazır ki, zil şöbələr insanları ayıtmaq üçündür ki, dinləyin, mən oxuyuram. 30 qəzələ insan yatır axı. Ona görə o bir parça 30 hissəlik dəstgahda 2 dənə balaca bir bərdaşdır. Əvvəldən deyir ki, mən oxuyuram, qulaq asın. Diqqəti çək, yəni var da səsim var. Sonra qəzəli xırdalayır. Bəmlərdə oxuyur qəzəli. Axırda əraq hissəsində zəngülələrlə insanları tam oyadır. Bu başdan ayağa oxumaq üçün deyil axı. Ona görə də haqsızlıqdır demək ki, Hacı Baba Hüseynovun diapazonu az idi və yaxud da zil səsi yox idi. Var idi, o bəmdə elə işlər edirdi ki, məsələn, Durna mahnısında soy tonalığında maye-i şur oxuyub. O zildən oxumağı hər bir səs olan adam oxuya bilər. Qarabaş şikəstəsini ля tonallığından səs olan hər bir kəs oxuya bilər. Artıq hamının əzbər bildiyi bir işdir. Amma Hacı Baba Hüseynovun
o maye-i soyda oxuduğu şuru, orada etdiyi o xırdalıqları, əruz vəzninin, ölçülərinə uyğun xırdalıqları, onu bir xanəndə, şəxsən mən cavan vaxtı onu istədim öyrənim, artıq gördüm yox, oracan deyil. 30-40 ilə mən onu mənimsədim, 30-40 ilə. Bir balaca xırdalıqları. Baxanda deyirsən ki, çünki ona qulaq asmırlar, deyirlər ki, bəmdən o. Amma o bəmdə o nələr edir? Bax, sənət odur. O bütün oxumaqlarında o bayaq dediyimiz falset var idi, hissəsi var idi. Müşahidəmdə belədir ki, falset oxumaq ənənəsi sanki elə bil Bakı Abşeronda daha çox idi, meyl var idi. Nə qədər digər yerlərdə o qədər mən onu müşahidə eləməmişəm. Məsələn, Bakı Məsələn, Ağaxan Abdullayevin ifasında, Ağaxan yenə də Abşeron məktəbidir də, Abşeron oxumağı. Ağaxan Abdullayevdəki falset, ona qafa səsi, beyin səsi deyirlər. O beyin səsindən qıtlaq səsini miksidir o. O sırf falset deyil. Yəni səmimi deyim ki, Ağaxan Abdullayev rəhmətliyin şəxsən də həyatda tanıyırdım, böylə hörmətim var idi. Belə ümumi salam kəlamımız da var idi. Onun cavanlıq oxumaqları mənə daha xoş gəlirdi. Nəinki artıq yaşada olan vaxt oxumaqları. Yaşada olanda səs yatırdı. Səs yat, o sadə dildə desə, səs yatmışdı və o şeyləri ört-basdır eləmək üçün daha çox falsetə meyllənmişdi. Gəlin razılaşaq ki, o təbiidir, o təbiidir. Yəni, ustalıqla o şeyləri ört-basdır eləyə siz dediyiniz o ifaları, mən onları nəzərə alıram. Çünki mən onu işlədən adamam, mən onu bilirəm. Və şəxsən mənim zövqümcə o nə dinləyirdim ha, o mükəmməl bilirdi. Savadlı xanəndə idi, mükəmməl bilirdi. Yaxşı da repertuar seçirdi, qəzəllər seçirdi. Amma məsələn o oxumaq açığı mənə o nəzərə alınmalıdır. O mənə xüsusi həzz vermirdi. O nəzərə alınmalıdır. Adam var bu mübahisəlidir, indi qəbul eləmir. Qədir Rüstəmovu. Mən yaşad olduqca şəxsən fikir verən bəzən deyirlər ki, bu nə oxumaqdır? O eldə söz var, zarıncı oxumaq elə bil. Amma Qədirin oxumağı bir ahəngruba kimi bir şeydir, elə bir insanı özündən alıb başqa bir aləmə aparır. Yəqin razılaşarsınız ki, Qədir Rüstəmov elə müğənnilərdəndir ki, uşaq da ona qulaq asırdı, böyük də qulaq asırdı. Qədir Rüstəmov o kiminsə zövqünə görə xoşlu gəlməyə bilər, amma o onu deməməlidir, dilə gətirməməlidir. Yox, onun elədiyi milizmlər, necə ki, İndi Rəşidin o tapdıqları var idi. Əvvəla vokalla xalq musiqisini uzlaşdırırdı və özünə məxsus da bir yol tapırdı, yanaşması var idi. Qədirin oxumağı da elə bil xanəndələr içində belə bir yanaşma ilə. Qədirin səsi təbii səsidir. Təbii səsi idi və oxumağında o oyunbazlıq eləmirdi. Bəzi adamlar elə bilir ki, səs çatmadığından ya nədən, o elə bil doğrudan da tərki dünya olub oxuyurdu onu. Qədir Rüstəmov, sözünüzü kəsirəm, Sona Bülbüllərdə Seygahda ikinci aktava redə zəngülələr edir. Şahnaz Tanallığından bir ton zil. Orada o səsdə cingiltini verir. Düz beyin səsini, o açıq, sırf başdan ayağa açıq səsindən götürülə bilməz o tonallıq. O girişi beyin səsindən, mütləq o beyin səsi olmalıdır, miks olmalı. Amma o tembrin, o parıltısını, o gümüşlüyü orada hiss etdirir, verir onu. Amma o insanlar ki, həmin oxuyurlar, o hissədə sırf falsetlə oxuyurlar, səsdə gümüşü işartı olmur, ancaq qırmızımtıl xət kimi səs görünür. O artıq sırf beyin səsidir, sırf qafa səsidir. Ağaxan Abdullayevin ustalığı nədə idi? O yaxşı. Mən məsələn bütün müğənnilərə, xanəndələrə ancaq onların yaxşı ifasına görə qiymət verirəm. Çünki bu səs telləridir də. Elə olur ki, məsələn, xəstəlik keçib grip, bir ay səs özünə gəlmir. Tellər də, tel zədələndi, mümkün deyil oxumaq. Ona görə onları mən nəzərə alım. Bu maşinkadır, robot deyil də, bu canlı insandır. Bunun yaş məsələsi var, səsin oturmağı məsələsi var, aparaturanın səsə pis təsiri, hər müşayiətin, hər bir işdə bu çox kaprizli bir işdir. Çəkiliş yerinə qədər, avadanlığa qədər, hamısı rol oynayır. Çünki bu türk səs analistisi var, Rihanna'nın səsini müzakirə edir, canlı ifasını. Rihanna'nın əgər o fonoqramda yaratdığı subton ifaları var, orada əsrarəngiz oxumaqlar göstərib, bəmi nə gözəl göstərib, çünki Amerikanın gözəl aparaturalarından. Bir canlı ifadır. Canlı ifada efirə mono düşür. Məsələn, həmin vaxtı dinləyirsən, eşitdiyin tembri, sonra efirdən baxanda onun
30%-ni eşidirsən. Və ona görə qiymət vermək ki, səsi bəmdə parıl. Bizim Röyanı da müzakirə paylaşıb, analiz edir. Səs bəmdə, o bəm tonallığında Aytonun re tonallığıdır. Səninlə mahnısını analiz edir, re tonallığında oxuyur. Qadınların ən bəm tonallıqları redir. Mahnı re-sol arasında gedir. O solda deyir, bax, burada səs işıldı, parıldayır, amma bəmdə, yaxşı, sən zillə bəmdə səs necə parıldaya bilər? Bəmdə səsin parıltısı üçün o aparatura lazımdır. Necə ki, Rihanna fonoqramda baxırıq, bəmdə səsi nə gözəl, nəfəsli, subtonlar. O canlıda ola bilməz axı. Və canlı ifaya görə ona dəyər vermək ki, səsi bəmdə o qədər, o düzgün, qəti düzgün iş deyil. Onun ən gözəl vaxtınla sən onun qiymətini verdin, bəs edir. Necə ki, məsələn, deyirəm, Axan Abdullayevin ki, o möhtəşəm ifalarını eşitmişik, falset də olsa, o çox ustalıqla, elə ustalıq ondadır ki, falset səsindən sinə səsini hiss olunmadan birləşdirir. O bizim rəhmətli Vidadi Bərdəldə də var idi. Falsetlə sinə səsini elə birləşdirirdi, qırılmaq olmurdu. Bax, bu artıq başqa işdir. Ona görə Axan Abdullayev o falset də olsa, yox, falset deyil, beyin səsidir. Falset o yanlış səs deməkdir. Falset onu düzgün işlətməyəndə yanlış səsə çevrilir. Bir də var, müğənni oxuyur, naşılıqdan 3 ton zildən oxuyur və məcbur olur səsi yığmağa, falset edir. Onda gülməli, doğrudan da gülməli bir vəziyyət alınır. Kişi səsi birdən qadın səsinə çevrilir və insanlar onu həmin an hiss edirlər və o müğənninin elə bil ki, illərlə qazandığı nüfuzu düşür. Yəni, xalq artistinin, peşəkar müğənnilərin onu etməyə haqları yoxdur belə götürəndə. Sən bilməlisən axı, sən bunu 1 ton bəmdən oxusan, rahat oxuya bilərsən. Nə məcburdur onu sən 3 ton zildən, özün də istəmədən falset edəsən. O artıq çıxış yoludur ki, birtəhəri bunu tamamlayayım. Şahin bəy, söhbətimizin yekunlaşmağına doğru bir şeydə xüsusi fikrinizi öyrənmək istəyirəm ki, bu məsələyə məncə xüsusi yanaşmaq lazımdır. Bizdə musiqimizin kökündə aşıq musiqisi və muğamdır. Yəni, hətta aşıq musiqisi daha qədim olduğuna görə, bizdə Ozandan qaynaqlandığına görə, bizdə birinci elə yerdə dayanan odur. Sadəcə muğamın, bilmirəm, xüsusən belə düşünürəm ki, son 200 ildə təşəkkülü və sonradan görkəmli, nüfuzlu şəxsiyyətlərin hesabına çox təbliğ olunmağı onu elə bil sanki birinci plana keçirdi. Yəqin bu fikirlə razılaşarsınız. Aşıq musiqisi sanki elə bil ondan sonraki yerdə qərarlaşdı. Yəni fərq eləməz, yenə də hər ikisi məhək taşı rolunu oynayır, bünövrə rolunu oynayır. Sizcə durum necədir bugün? Vəziyyət necədir? Bizdə aşıq musiqisinin, muğamın həm səviyyəsi, həm təbliği, təşviqi baxımından qənaətbəxş sayıla bilər bugün, yoxsa şəxsən sizin fikrinizi bilmək istəyirəm. Qənaətbəxşlik əlbət ki, yoxdur, amma sadəcə olaraq aşıq mahnısına meydan var bugün. Meydan var, hə. Oynayırlar da toylarda aşıq, Yanıq Kərəmi də oynayırlar. Hərçəndir ki, o Kərəm yanır, keşiş sehirli düymələrdir də məncə. Sehirli düymələr tikdirir. Kərəm əslinin düyməsini açanda başlayır yanmağa. Su tökür ki, sönsün, o da yanacaq doldurmuş vedrələrə, daha da alışır, yanır. İndi Kərəm yana-yana onu oynayırlar. Bu başqa məsələ, amma eşqi məhəbbəti düşüb canıma, yenə gəldi yaz ayları, sevgilim sən var, bunlar hamısı aşıq mahnıları. Yox, bunlar hamısı ifaçı aşıqlardır da, amma bizdə yaradıcı aşıqlar və o dastançı aşıqlar yoxdur. Fikir verirsinizsə, demək olar o sıradan çıxıb. Yox, dastana heç bugün şadlıq evində mümkün də deyil. Mən razıyam, tələbat o deyil. Amma biz necə eləyək ki, bax, indi bayaqlar o dəstgahdan danışanda, siz özünüz də bilirsiniz ki, vaxtı ilə tamam Kamal dəstgahı oxunanda rast filan 2 saat 3 saat çəkirmiş. Sovet dövründə bunu tədricən, həm tədrisə uyğunlaşmaq üçün Üzeyir bəy ilə yeri gəlmişkən bunu biraz qısaltdı, yəqin bilirsiniz. Və sonra da zaman onu... 9 hissi oldu da. Bəli, ən indi uzun oxunan yarım saat 40 dəqiqə yekunlaşır. Elədin mi? Bir qəzəllə tamamlanır. Ay sonunda, yəni bir neçə şöbə oxunur. Ən böyük muğamımız nə qədər? Yarım saat 40 dəqiqə yekunlaşır. Ən böyük muğamımızda uzaq başı oxunsa 3 qəzəl oxunar, 3 qəzəl. Bəli. Və neçə dənə şöbələr filan ixtisara düşdü.
Amma mən şəxsən bunun tərəfdarıyam ki, biz ən azı bir dərslik olaraq, nümunə olaraq, tarix olaraq heç olmasa bunu arada bir müəyyən yerlərdə oxuyub saxlayaq. İndi tələbat olmasa da, amma bu bizə əsas vermir axı ki, o şeylərin sıradan çıxmağına razılaşaq, yaxud belə deyək, bundan barışaq, göz yumaq. Başqa ilacımız yoxdur bizim. Məclisdə qulaq asa bilmir. Məclisdə qulaq asmırlar, amma bunun televiziya var, muzeyimiz var, arxivimiz var, tariximiz var və bu saxlanış yerimiz, yenə deyirəm, televiziyada bunu çəkib saxlamaq ki, mümkündür. Bilirsiniz, çox çətin məsələdir, o aşağı bığ, yuxarı saqqal məsələsi var da. Məsələn, bir dəfə bizim böyük ustadımız Alim Qasımov dedi ki, bu qəzəllər farscadır, bunu başa düşmürlər insanlar. İnsan qəzəlin sözünü başa düşməsə, məsələn, Əliağa Vahidin qəzəlini baxıram, yerləşdiriblər, yazır ki, vazi, elə zənn etmə ki, haqqı danıram mən. Vazi, elə zənn etmə ki, haqqı danıram mən. Yaxşı, bunu oxuyan insan onu üzrə necə qəbul edəcək, çünki o elə deyəcək, vazi. Yəni, bu belədir ki, sən oxuduğunun mənasını bilmirsən. Ən qəzəl həvəskarımız, məsələn, Wikipedia Əliağa Vahidin qəzəlini yerləşdirib, yazıb vazi. Vaiz əvəzini, çünki bilmir ki, insan vaiz nə deməkdir. Vazi, elə zənn etmə ki, həqqi danıram. Mən bayaqdan fikirləşirəm, vazi nədir? Bu vaiz var. Vaiz, yəni, muizə edən bir din xadimi. Vaiz, elə zənn etmə ki, həqqi danıram mən. Nə Kəbə, nə bütxanə, nə məscid qanıram mən. Lakin özümü dünyada haqq sevən insan sanıram mən. Sən gedib hələ ölmüşlərə təklifi namaz et. Naz et mənə, ey sevgili canım, mənə naz et. İndi burada o sözü, o vazi sözünü insan bilməyə yazıbsa, deməli bu qəzəlin, bu kupletin məntiqi onun üçün mənasızdır. Bilmir. O cür oxunsa, vazi oxunsa, ona qulaq asan nə bilsin nədir o, nə deməkdir o. Və ona o məntiqi fəlsəfəni anlamayan insan necə desin ki, Əhsən Əliağa Vahid gör necə bir bənzətmələr verib. Növbəti sonuncu kupletdə də deyir ki, Vahid, demə mən daimiyəm zövqü səfadə. Mənsuri də yad etməliyik dar-ı fənadə. Mənsur bu nazit qəzəlini yazıb başqa bir formada, Əliağa Vahid ona nəzirə yazıb. Ya Rəbb, sən ona rəhmətini eylə ziyadə. Qəbr içə. Bundan qabaqki kupletdə deyir ki, vaiz, elə zənn etmə ki, həqqi danıram, nə Kəbə, nə bütxanə, nə məscid qanıram mən. Amma sonuncu kupletdə deyir, ya Rəbb, sən onun rəhmətini eylə ziyadə, qəbr içrə onun ruhunu lütfünlə fəraz et, naz et mənə, ey sevgili canım, mənə naz et. Görün, bir kupletdə insan sırf ateizm nöqteyi nəzərindən söhbət edir, amma o birisi kupletdə yenə o gəlir ki, insan bir ateist deyib ki, əgər Tanrı yoxsa belə onu yaratmaq lazımdır. Çünki insanların o ən axırıncı məqamda bir səhra ilə gedirsən, bunu mənə bir molla danışmışdı, mən ona bəzi suallar vermişdim. O mənə dedi, bilirsən, bala, bir səhrada gedirsən, qəbirsanlıqdır, heç kim yoxdur. Birdən-birə sən orada qorxanda ana, ata köməyə çağıra bilmir. Gözə görünməz bir seyir, qüvvətli bir varlıq çağırmalısan ki, o da Allah deyəndə qıtlaq açılır, nəfəs açılır, özünə təskinlik gəlir. Və Əliağa Vahidin sonuncu kupleti ki, ya Rəbb, sən onun rəhmətini eylə ziyadə. Sonuncu beyti deyirsən. Sonuncu beyt. Qəbr içrə onun lütfünü, ruhunu lütfünlə fəraz edir. Bu artıq tam başqa bir mövqedir. Və bu qəzələ, muğamata o vaxt qulaq asılar ki, dinləyici müğənni oxuyaq, onu özündə analiz etsin. Gör nə dedi, nə bənzətmə elə. İndi bu sözləri başa düşməyən insanın muğamata qulaq asa bilərmi? Qulaq asa bilməz. Ona görə də, xüsusən də zildən oxunanda, məsələn, muğam müsabiqəsinin iştirakçılarını dəvət edirlər toya, amma pul verirlər ki, oxumayın. Çünki niyə? Məktəb yolu muğam oxusa, o yaraman aman bir yarım saat o gedir. Toyda ancaq ana, ata, qardaşa ait sözlər tez-tez deyilir. Buna da deyirlər muğamın toyxana variantı. Məktəb yolu alınmır toyda muğam. Vaxt da yoxdur. O tədris üçündür. Və
zildən ox dediyiniz kimi ki, hamı çalışır zildən oxumağa, öz yerindən oxumurlar. Zildən bax bu qəzəli, indi özünüz fikirləşin. Bax bu hələ bu neçə kupletdir? Bunun 2 kupletdir. Bu zildən oxunsa nə başa düşəcək dinləyən? Heç nə başa düşməyəcək. Bəs rəhmətli Hacı Baba Hüseynov ona görə qəzəli çatdırırdı bəminən. Çünki muğamın fəlsəfəsi qəzəl çatdırmaqdır. Əgər bunun mənası yox idisə, ancaq səs çatdırmaq idisə də, o 6-7 kupletlik o qəzəllər nəyə görə yazılırdı? O məntiqlər, o fəlsəfələr nəyə görə yazılırdı? Gələk dinləyici qulaqsın ki, deməli, rədif naz etdi. Amma qafiyələr razi niyaz et, lütfünlə fəraz et, saz et. Ona o vaxt muğam olur ki, dinləyici deyir, görür, bax, burada necə, o sözü necə tapdı? Saz et, fəraz et, razi niyaz et. Və rədiflərdə hamısı naz et. Muğam, hamı danışanda olur muğam təəssübkeşi, kimlərisə yıxırlar, sürürlər, o muğamı düzgün oxumur, bu bayağı mahnılar oxuyur. Qardaş, sən bu muğama əgər qulaq asıb əhsənini verə bilməyəcəksənsə, onu sən fərqi yoxdur, orada vazi dedi, vaiz dedi, əl çalacaqsan, səs qışqırtıya görə. O da məcbur qışqırır ki, əl çalsınlar o qışqırtıya. Bəs bu muğam olmadı axı onda. Fikrinizdən razıyam və mütləq həqiqət yoxdur, amma biz sonda həqiqətin axtarıb elə bir gəlib üstünə o cür çıxası oluruq ki, yenə də ifaçıdan, təbliğçidən, jurnalistdən, sənətşünasdan çox şey asılıdır. Əhsən. Yəni biz öz işimizi, bax bugünkü söhbətdə də, indi bunun da ola bilər bizim söhbətə kimsə baxa, bəlkə də deyərlər ki, trend üçün olan mövzular yox, ürəyimizdən gələn söhbətlər, problemlərimiz trend hamı üçün olan deyil, amma bu söhbət lazımdır axı. Bu söhbətlər ən azından bir maarif işidir. Ayırtmaq üçün. Ondan sonra bir müəyyən qədər kimlərəsə düzgün yola yönləndirmək üçün, ən azından bir yaxud düşünən, daşınan adamlar vardısa, onlara bir sövkək vermək üçün lazımdır. Biz elə qoşulaq, üzr istəyirəm, başqa o ümumi axarla gedənlərin sırasını deyək ki, onsuz da maraq onadır, elə deyil axı. Ona görə də sizin o bəyəndiyiniz, mənim də salam kəlam dostluğum olan Alim Qasımov, mən əvvəlki ifalarını, sözün doğrusu, daha çox sevirdim. Çünki o klasik elə bir üslubda oxuyurdu, tərzdə oxuyurdu. İndi ora Hind, Fars ritmləri qatıb bugünkü ifasına. Şəxsən mənə çox qəribə gəlir. Onu da qınamaq olmur da. Çünki qəzələ, yəni bu adam bilməsəydi bunu, deyərdim ki, yanlışlıqdan eləyir. Seymur bəy, o dedi axı, dedi ki, qəzəli fars dilində sözləri başa düşmürlər. Başa düşmürlər, dinləmirlər deyə Alim Qasımov məcbur olur o səs fantaziyalarından sənət göstərsin. O da sənətdir. O da sənət yox, o sənətdir. Amma muğam fəlsəfəsi qəzəldir. O sözü çox gözəl dediniz ki, onda neynəyək? Bəs Əliağa Vahid 3 cild qəzəllər kitabı yazıb. Bu bunun biri qəzəldir. Bunlar hamısı inci mirva, milyonlar, bunun hər misrasına milyonlara dəyilir. Cəmi bir neçə faiz oxunur. Füzulidən cəmi 5-10 qəzəl oxunur. Oxunmur. Çünki Füzulidə həddindən çünki o biraz da mürəkkəb idin. İndi burada ancaq bir məsələ qalır ki, müğənninin, xanəndənin öz vicdanına qalır. O da nə tələb eləyir? Zəhmət, peşəkarlıq. Ona görə də elə bu daha çox yüngül yolu tuturlar. Xanəndə müğənni özü oxumalıdır, sevdirməlidir. Seydağa, rəhmətlik Bakı qəzəlxana, Seydağa, Mail, onların gözəl o yarın gecə vaxtında xoş əhvalını söhbətin əvvəlində dedim, qadınlar da qulaq asıb əl çalırdılar. Çünki bu sözləri eşidirdilər və əl çalırdılar. Ləzzət edirdi onlara söz. Söz düzgün oxunanda dinləyici bilməməli, bilməyə bilər, vazi orada vaizdir. Amma mən onu vaiz deməliyəm. Mən onu vaiz deməliyəm ki, bilən bilsin ki, vaiz nədir. Həm də ki, o ahənglik, əruzun ahəngdarlığı yerinə gəlir. Deməli, burada maşın ustasının yanına gedirəm. Mən başım çıxmır ondan, o işlərdən. O, onu öz insafınla, əgər peşəkar ustadırsa da, o işini düz görəcək. Yox, əgər o yanlış, səhlənkar iş görəcəksə, o artıq onun günahıdır, mənim günahım. Mən məcbur deyil ki, onu biləm. Birdən deyirlər, baxırdın, deyərdin da, mən onu bilməli deyiləm axı. Hər işin öz peşəkarı var. Bir dənə də bir vaxt varsa, bir balaca misal çəkim. Yekunlaşdırıq. Qazax rayonunda toy var idi.
Canallı kəndində, orada yox kəndin Xaqani var idi oxuyan mənim dostum idi. Əmisi oğlunun toyu idi. Məni oxuyan kimi dəvət etdi toya, dedi, burada bir dənə şair var, şair peyda olubdur, biabır edir müğənniləri. Şeirlər deyir, onlar bilməyəndə mikrofonla onları biabır edir. Nəsə, məclis başladı, gördüm bir hündür boylu, saçını arxaya daramış bir insan daxil oldu məclisə, bildim ki, budur, şair görkəmli. Oturdu bizə yaxın stulda, qulluqçu gəldi ki, orada bir oğlan var, deyir ki, bir dənə Borsunlu məzahirdən bir söz oxusun. Dedim, denən bilmir. Bəxtin ki, dayandı işin nəsli məzahir dostlar ülfətini kəsdim. Bu dəbidə idi. Gəldi ki, onda deyir, bir dənə Sücayətdən bilmirəm, Bəhmandan bilmirəm, axırda qayıtdı Zəlimxan Yaqubdan. Dedim, Zəlimxan, özümüz söhbət edirik, yaxındır. Dedim, qardaş, Zəlimxan Yaqubun hansı şeirini oxuyum? Dedi, ya qoşqar olasan, ya da şah dağı belə ucalasan. Dedim, da bunu özün artıq əzbər bilirsən də, mənim bunu oxumağımın nə mənası var? Dedi, yaxşı, bəs sən kimdən oxumaq istəyirsən, nə bilirsən? Dedim, bax, neçə illərdir mən toylardayam. Bir nəfər demir ki, Əliağa Vahidin bir qəzəlini oxu. Füzulini demirəm, Əliağa Vahid onlardan əskik şair mi olub ki, onu zəif mi olub ki, qəzələ? Dedi, Əliağa Vahidin hansı qəzəlini bilirsən? Dedim, hansı qəzəlini oxuyum? Dedi, mən artıq bunu imtihana çəkirəm. Dedim, gözəllərə aid, çünki Əliağa Vahidin qəzəllərinin hamısında gözəlsin. Gözəllərə aid. Oxudum deməli, işıq yox idi, motor divizok deyirlər, salyarka ilə işləyirdi işıq. Haradasa 1 saat, 2 saat benzin qurtardı, işıqlar söndü. O vaxtacan oxuduq. 3 ciltlik qəzəllər kitabı var idi Əliağa Vahidin məndə, cavan vaxtı. Pandemiyadan sonra yaddaşlar korlanıb, hamı da elədi. Amma o vaxt heç kitabdan da oxumurduq, qulaq asıb dinləmə yolundan mənimsəyirdik. Nəysə, bu kişi durdu, Xəqani də bizə Padnosda yemək gətirir. Durdu, gəl dedi, bir dəqiqə dayan Xəqani. Süzdü, dedi, bunu içirəm bu oğlanın sağlığına. Dedi, üzə görənini eləyirsən də, bizi belə yıxıb sürürdün, biabır eləyirdin, indi bunu tərifləyirsən. Dedi, yox, sən filan kəsdi, o müğənnilərin adına. Bizi bu vaxta kimi aldadıbsınız. Görürsünüz nə gözəl qəzəllər var. Siz oxuyun bunlardan, siz oxuyursunuz elə dillərinə qurban olum, ay dədə, düst olsa milçəklə qalib gələcək. Biz də elə bilirik, var da budur, yox da budur. İndi bax, o məsələdir ki, məsuliyyətdən qaçmaq lazım deyil ki, insanlar qəzələ qulaq asın. İnsanlar yaxşı, düzgün oxunan qəzələ hər yerdə, mən deyirəm, Gürcüstandan belə, Qazaxdan belə, bir məclisdə 10 nəfər cavan oynamaq, amma 5 nəfər ağsaqqal, 5 nəfər ziyalı oturub sonacan qulaq asıblar. Və öz minnətdarlıqlarını bildiriblər ki, sağ ol ki, belə gözəl sözlər oxudum. Bunun üçün olmalıdır. Aşıq ədalətin bir sözü var idi ki, unutmaz aləmdə əhl-hal məni. Əhl-hal da bir məclisdə 300 nəfərin içində 3 nəfər olur, mən onları oxuyuram. Ona görə də bugün mən son vaxtlar məcbur olub müğənniləri qınıyırdım, kəşi neynəsin, bayağı istəyirsiniz, bayağı elə deyil, qardaş. Sənin öz müğənni vicdanın olmalıdır. Sən bilirsən ki, bu sənətdə, müğənnilik sənətində ən çətini romanslardır. Çünki 8 pilləlik qamma ilə bəmlən zilə pillə-pillə qalxır düşür. Ən çətini romanslardır. Bəstəkar mahnılardır. Məsələn, Elza İbrahimova, Daha məndə dözüm yox. Mən Vəfa Şərifovaya məsləhət də gördüm ki, o, yəni video çəkilişdə dedim ki, bu işin çıxışı Dilbərin oxumaqla deyil. Onu hamı oxuya bilər. Adi 3 tango ritmində olan bir mahnıdır. Transpozisiya yolundan birbaşa orada bir ağız zil götürüb, o iş deyil. İş odur ki, bəmlən zilə o pillə-pillə qalxıb düşəsən, Daha məndə ağlamasın salxım söyüd, Dəmir Gədəbəlinin sözləri, Elza İbrahimova, o cürə mahnı ilə sənət sübut etmək lazımdır. Romanslarla. Bu müğənnilər hamısı ki, qınanırlar. Bütün populyarları, popstarlarımız deyir. Ona görə qınanırlar ki, sadə mahnılar, uzaqbaşı tersiyalı, kvartalı mahnılar oxuyurlar. 4 ton, 3 ton zilləşir. Cahangir Cahangirovun ziqzaqlı mahnıları var. Onları oxusunlar da, gülkün mahnılardır. Sənət, müğənni, yəni... Enişi, yoxuşu var onun, hünər istəyirik ki, onu oxuyasan. Səs xanəndə deyilsən, müğənnisən. Sən Mənsuri oxumaq məcburiyyətində deyilsən. Opera müğənnisi deyilsən. Sən Dilbəri oxuyub 2-ci oktava, si bemolda səs fermat etmək məcburiyyətində deyilsən. Sən
müğənnisən, ziqzaqlı mahnılar oxumasın. Cahangir Cahangirovun, Üzeyir Hacıbəyovun, Sənsiz, Sevgili Canan, Bəxtəvar oldum, o qədər romanslar var ki. Kim ki, cavanlardan o mahnılarla sənətə gəlir, heç kim onu sorğu-sual eləmir. Məsələn, Sahib İbrahimov dostumuzdur, gözəl müğənnidir. Sahib İbrahimov belə qəmli dayanma oxudu. Kim ona deyə bilərdi ki, onu fonoqram səbəbini oxuyub, deyərlər adama, get sən də oxu. O studiya, o minisovka, aranjirovka, get fonoqram, onu fonoqramda elə yarat. Yarada bilməz axı. O gözəlliyi rejissor sənin əvəzində o milizmləri verməyəcək. Yox, əlbəttə, o artıq... O zigzaqları rejissor edə bilməyəcək. Təbii ki. Ona görə də o sözü gözəl dediniz ki, bu yolun çıxış yolu odur ki, müğənnilərin özlərində vicdan olmalıdır ki, əgər mən müğənniyəmsə, bu işin ən çətinindən başlayayım. Qocalanda girişməyim o muğama. Artıq bugün muğam sənlik deyil. Və mən də söhbətimizə belə nöqtə qoymaq istəyirəm ki, sənət göstərmək vacibdir. Yəni, lütlənmək, üzr istəyirəm, soyunmaq, efirlər bir tərəfdən cəmaatın zövqünü aşılayır. Cəmaat onsuz da belə deyək, yaxşının pisi ayırt eləməyin sanki tərəddüd edib qalıb. Bilirlər ki, soyunmaq pisdir, aparmasınlar. Niyə aparırlar, o maraqlıdır. Yox, həmin o, bayaqda yenə gəlib sonda onun üstünə çıxırıq ki, jurnalistlərin də, tədqiqatçıların da, şünasların da üzərinə böyük məsuliyyət düşür bu işdə. Təbii ki, ifaçıların da. Yəni, mən tutaq ki, sabah müğənniyəm, indi pul qazanım, yaxud deyim, tələbat var deyim, soyunmalıyam. Mənim öz vicdanım, bəs öz zövqüm, öz əxlaqım, öz yanaşmam, o harada qaldı. Ona görə də mənə gəlir ki, o düz yol nədir, onu tutub getmək lazımdır. Bilmirəm. Hər halda ümid eləyək ki, bir gün yəqin durulub, lazım olan nöqtəyə çatacaq. İnşallah. Çoxlu mütaliə lazımdır. Müğənnilərə də, dinləyicilərə də. Dinləyicilər müğənnilərdən çox bilməlidirlər. O müğənninin oxuduğu qəzəli, mahnını, o sözləri müğənnidən daha güclü bilməlidirlər ki, onu irad da tuta bilsinlər. Onun üçün də ədəbiyyat əsas fənn olmalıdır. Bugün bizdə ədəbiyyat ən hörmətsiz fənn yerinə. Çünki niyə? Çaqçuq üçün riyaziyyatı, coğrafiyanı, fizikanı öyrənmək lazımdır. Axırında da çaqçuq olanda jurnalist də çaqçuq. Hamı çaqçuq gözündə buyurun, çıpadan bir qoz olurdu ortada. Sonra da özümüzə lağ edirik, raqqa-çuqqa deyirik. Biədəb sözlərlə o mahnıları adlandırırlar sosial şəbəkələrdə rəy yazanlar. Maraqlıdır o mahnıları oynayanlar kimlərdir? Sanki Afrikada neqrlər o mahnıları. Biz özümüzük də. Amma yenə şükür ki, bax siz öz növbənizdə, mən öz növbəmdə çalışırıq o ariflər, xirdarlar üçün iş görək və yavaş-yavaş bu auditoriyanı da genişləndirək. Düzdür, bu biraz elə bil dəryada o damla ilə iş görməyə bənzəyir, amma yenə də yol bundan keçir. Mən özgə yol bilmirəm. Mütləq. Çünki bu bizim əgər Əliağa Vahid kimi, Seydağa kimi, Mail kimi bizim belə bu son əsrin qəzəlxanları olubsa, onlar əziyyət çəkib o cürə inci mirvarilər yaradıblarsa, bizim nə haqqımız var axı onları batıraq? Bizim üçün yazıblar da onları. Bəli. Biz dinləməliyik də onları. Dinləmək üçün də ədəbiyyat oxunmalıdır. Amma eyni zamanda da təbliğ olunmalıdır. Təbliğ indi biz edirik təbliğ. Yox, geniş auditoriyada əsas televiziyalar, radio, onlar üzərində böyük məsuliyyət, böyük yük düşür. Onların ən böyük yük, meyar, göstərici, mayak onlar olmalıdır. Onlar bugün efirdə Üçbadan bir qoz deyilən mahnıları meydan verəndə insanlar da baxırlar, artıq mən də inanmağa, biz də inanmağa başlayırıq ki, bəlkə belə olmalıdır. Yox, hər halda biz çıxışımızı eləməliyik. Onlara da təsir barədə elə bil bizim üzərimizə iş düşür ki, onları o səhv yoldan sanki çəkindirək. Çatdırmaq lazımdır ki, yəni o yüngül sözlərə, Firuzə yarın bəsləyəsən, gəlmirsən, fəlsəfə onda deyil, gözəllik onda deyil, gözəllik. Rəşid Behbudovun 70 il əvvəl oxuduğuna bugün də biz zövq ala dinləyiriksə oxuduqlarını. Niyə biz bunları geniş təbliğ eləməyək? Yəni, siz öz növbənizdə bunu təbliğ edirsiniz, mən eləyirəm. Niyə həmin o kommersiya televiziyalar, radiolar da eləməsin? Valla bunu eləsələr davamlı şəkildə. Adamlar da
İstər-istəməz auditoriya genişlənəcək. Çünki o təbliğdən, təşviqdən çox şey asılıdır. Amma adamlar indi o dediyiniz toylarda olan musiqini dinləyirsə başqa bir... Əslində toylarda olmaz ki, o gözəl sözləri olan bizim xalq mahnıları, bəstəkar mahnı, eşqin göylərində uçan bir quşam, o şən baxışlara heyran olmuşam, ey dilsiz qəlbimi ovlayan gözəl, səni küstürmüşəm, peşman olmuşam. Bu da həmən 6-8 ritmdədir. Olmazmı ki, mədəni surətdə, gözəl şəkildə bu rəqslərə oynasınlar? Olar və lazımdır. Amma rəqs müəllimələri peyda olubdur TikTokda. Həmən o bayağı mahnıları qaşı-göz süzdürə-süzdürə. Bax, bu da bir tərəfdən o mahnıları dəbə mindirir də. İnanırsınız, baxanda adamın dəhşətə gəlsən ki, haradasa bir 30, 35, 40 yaşında sən xanımsan. Müəlliməsən, rəqs müəlliməsən. Ax, o nə mahnıdır sən onu oynadırsan? Bizim gözəl ritmik mahnıları oynat da, onu öyrət də oynamağa. Firuzə yarım tipli mahnını biz təbliğ edirik ki, onlar olmasın, gözəl mahnılar olsun. Bunlar da əks təbliğat aparırlar ki, o mahnılar. Bəlkə deyə bilirlər ki, o mahnılar o sözdür. Çünki sözə fikir vermirlər də. İnşallah, güman eləyək ki, yavaş-yavaş hər şey öz yerini alacaq. Ümid eləyək də, neçə ildir ümid eləyirik, amma danışmaqla düzəlirdi hər şey. Təbii ki. Danışılmalıdır. Bəli. Danışılmasa düzələn deyil. Dəmiri də döyə-döyə istədiyin nəticəni alırsan. Bəli, düzəlməyən iş yoxdur. Düzəlməyən iş yoxdur. Ona görə də sadəcə... Tənqidlər olmalıdır. Hələ ki, bizim cəmiyyət tənqidə biraz hazır deyil, amma yüngül, mədəni surətdə tənqidlər mütləq olmalıdır. Ad çəkməyim, bəs ad çəkməyim Yox, ona görə mən elə bugün sizi bir neçə dəfə də fikir verdinizsə, özüm də o adları çəkdim, sizi də bir növ ona... Bəli, yəni biz demirik ki, onlar, biz deyirik ki, onlar da biraz çalışsınlar, yaxşı mahnılar oxusunlar da, yaxşı sözlər oxusunlar. Meydan onlarındır, təbliğat bugün onlardadır. Onlar da yaxşı nümunələri göstərsinlər. Bizim nə qədər oynamaq üçün olan bəstəkar mahnılarımız var, gözəl sözlərlə. Onları oxusunlar da. Şahin bəy, təşəkkür edirəm. Bugün vaxt tapdınız. Sağ olun. Zəhmət çəkib gəldiniz və məncə biz faydalı bir söhbət elədik. İnşallah bunun bir azacıq da olsa yəqin bir xeyri dəyər cəmiyyətimizə, musiqi ictimaiyyətimizə, ən azı musiqi ilə peşəkar olmasa da daim maraqlananlara bir faydası dəyər. Bəli, əsas musiqi o peşəkar olmayan daim maraqlananlar üçündür. Peşəkar onsuz da bilir nə var, nə yox. Bəli, bəli. Onlar bilməlidirlər ki, ona təbliğ olunan, təqdim olunan peşəkar musiqidirmi, yoxsa... Biz də elə çalışdıq ki, onlara bəzi mətləbləri aydınlaşdıraq və yəqin ki, bir qismən də olsa bu məqsədimizə nail olduq. Bizim azından müqəddəs borcumuzdur, arzumuzdur ki, bizim gözəl musiqilərimiz səslənsin, heyfdir o musiqilər. Təşəkkür edirəm. Sağ olun. Əziz izləyicilər, belə ilə söhbətimiz sona yetdi. Növbəti görüşlərə. Sağ olun, Allah'a əmanət.